Özünüzü təqdim eləyin zəhmət olmasa. Həsənova Sahibə Mustafa qızı. Sahibə xanım, harda yaşayırsınız? Əslən Ordubad rayonundanam, amma burada yaşayanam. Binəqədi rayonunda yaşayıram. Ne yaş gəlmisiniz Doktor Seyfəddin klinikası? Həkim, mənim başımda şiddətli ağrılar var idi. Özümü, huşumu da itirirdim. Ağrılarım da çox idi. İndi şükür Allaha. Yo, ağrılarınız istəyirəm sayasan da. Başımın ağrıları şiddətli ağrılardı. Hər gün elə bir gün olmaz ki, mən dərman atmayım. Öyrənmişdim ki, dərmana hər gün ağrı kəsirlər atırdım. Bədənimdə son vaxtlar başımda spazma verirdi, özümdən gedirdim, huşumu itirirdim. Çoxlu ağrılarım olurdu. Sonra ne oldu? Şükür Allaha, sizin sayənizdə müalicə aldım. Sonra necə gəldiniz bizə? Həkim, çox yerdə müalicə aldım. Aha. Amma təsirləri olmadı, müvəqqət olurdu, sonra yenə başımın ağrıları. O yer qalmadı qardaşım mənə gəzdirməsin. Axırda qardaşıma kimsə demişdi ki, Doktor Seyfəddin həkimin yanına get, belə Həz Aslanovda klinikası var. Bəli. Qardaşım məni məcbur gətirdi, yenə də ümidim yox idi. Güclə zorla özündə gələndə yəqin ki, vəziyyətimi özünüz gördünüz, nə vəziyyətdəydim. Təzə bura girəndə də yenə narahat oldum, qızlar sağ olsun kömək elədilər. İndi şükür Allaha həkim. Çox şükür yaxşıyam. Nə müalicəsi aldınız? Ağrı, zəli, məlhəmlər, Bəli. çiçək dozu, ağrı südü. Şükür Allaha həkim. Yaxşısan indi. Çox yaxşıyam həkim, çox yaxşıyam. Deyim bu son vaxtlar ağrı kəsici atmıram həkim. Sahibə xanım, çox şad oldum. Sizin şəxsinizdə bütün xəstələrimizə şəfa dilirik. Hər zaman əla olasınız, ağrımayasınız. Və buradan gözəlim Ordubada salamlar və gözəl qardaşına, dəyərli qohumlarına salamlar. Hamısı sizin üstünüzdə əsirdir. Çox şükürlər olsun, bu gün dediyin kimi yaxşısan. Uğurlar diləyirəm, sağlamlıq diləyirəm. Çox sağ olun həkim, Allah sizə də ömür versin. Yaxşı ki varsınız həkim. Var olun. Vallahi o qədər alışmışdıq bu dərmanlara zada. Mən heç təsəvvür eləməzdim ki, yəni belə bir müalicə alaram. O qədər dərman atmışdım ki, Miqrenə görə. miqrenə qarşı bəli mən həkim. O qədər dərmanlar atmışdım ki, ümidimi də üzmüşdüm. Deydim hamısı müvəqqəti. İndi vallahi heç dərmanların hamısı qırağa qoysunlar. Təbii müalicələrdir. Şükür Allaha, müalicə aldım təbii üsullarla. Heç bir dərman atmadan, təbii üsullarla, ağrı ilə, zəli ilə müalicə aldım. Şükür Allaha, çox yaxşıyam həkim. Allah sizə can sağlığı versin. Sağ olun Sahibə xanım. Çox Xəstələr nə deyir? Deyirlər migrenin müalicəsi yoxdur. Yox, səhv düşünürlər. Mən də elə düşünürdüm həkim. Mən də elə düşünürdüm. Müalicələrdən sonra nə düşündün? Dedim ki, migrenin müalicəsi var. Təbii üsullarla. Bəli. Seyfəddin həkim, siz çox sağ olun valla. Minnətdaram. Mən Çox sizə təşəkkür edirəm. minnətdaram, Sağ çox olun. Sağ olun Sahibə.